Yaşad Fondunun, Asan Könüllüləri Təşkilatını, Neftçi Peşəkar Futbol Klubunun, Azərkontrakt Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin 6-12 yaş aralığındakı övladları üçün keçirilən 6-cı Neftçili Yay Futbol düşərgəsi başa çatıb. Neftçi Futbol Mərkəzində baş tutan bağlanış mərasimindən sonra 3-cü qrup iştirakçıları mükafatlandırıblar. Uşaqlara sertifikat və hədiyyələr təqdim olunub. Qeyd eləyək ki, 100 iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk 2 günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxil olunub. Bundan əlavə, uşaqlara Neftçi Futbol Akademiyasının məşqçiləri tərəfindən futbol qaydaları öyrədilib. Sayca 6-cı olan Neftçili Yay düşərgəsi Yaşad Fondunun və Asan Könüllülərinin, Neftçinin birgə layihəsidir. Bu cür layihələri biz mütəmadi olaraq təşkil edirik. Şəhidlərimizin övladlarının həm təhsilinə, həm idmana, həm yaradıcılıq sahəsinə maraqlarını nəzərə alırıq. Bu layihədə də ümumilikdə 100-ə yaxın uşaq iştirak elədi və bunlar 3 qruplar şəklində çıxış etdilər. Hər qrupun öz məşqləri, toplu, topsuz məşqləri, peşəkar məşqçilərlə görüşlər, ustad dərsləri keçirildi. Düşünürük ki, bu cür layihələr şəhidlərimizin əmanətləri üçün çox faydalıdır. Onların həm dünya görüşünə çox təsir edir, həm sosiallaşmağına müsbət təsir edir. Ümid edirəm ki, bu cür layihələrimizin sayı çox olacaq və şəhid övladlarına da bacardığımız qədər faydalı olmağa çalışacağıq. Artıq bir neçə dəfədir ki, Neftçi layihəsinə gəlirəm. Burası çox gözəldir. Sonuncu dəfədir ki, gəlirəm. İnşallah hər dəfə də gözəl keçdi. Hər birinizə təşəkkür edirəm. Neftçi Yay düşərgəsində əylənirəm. Çox maraqlıdır. Çox qəşəng vaxt keçirdirik. Bura çox əyləncəlidir, çox maraqlıdır. Çox qəşəngdir. Yenə yay düşərgəsi olsa yenə gələcəm. Layihənin əsas məqsədi uşaqların hər tərəfli inkişafını təmin etməklə yanaşı, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. Xüsusən futbolla yüksək marağı olan uşaqlara bu idman növünü daha da sevdirmək, onlara futbolla peşəkar məşğul ola bilmək üçün şərait yaratmaqla dəstək olmaqdır.